Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla siz aziz yoldaşlara selam arz edirəm. Milli İslam'dan Kur'an'ın Türkçe tercümesinden bir kıssa surəni size təqdim edirəm. 109. sure El-Kafirun suresi. Çok tanınmış surelerden. O surelerden ki Qureyşin o başçıları Peyğəmbərdən dəvət edirlər ki, siz gəlin bizim dinimizə, siz gəlin bizim butlara tapının, bunları pərəstiş edin, bizim yola gəlin və demək olar ki, Peyğəmbər də bu surə ilə onları rədd eləyir və qəbul etmir. Bu surə demək olar ki, Məkkədə nazil olan bir surələrdəndir və bu surədə siz baxırsınız, görürsünüz ki, Peyğəmbər buyururlar ki, İslam Peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və səlləm buyururlar ki, mənim özümə dinim var və ey kafirlər, sizin də özünüzə dininiz var, hər kəs öz dininə, hər kəs öz yoluna getməlidir. Oxuram. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul ya eyyuhel kafirun la a'budu ma ta'budun və la entum abidun ma a'bud və la ana abidun ma abadtum və la entum abidun ma a'bud lekum dinukum veliye din. Xub, qul ya eyyuhel kafirun. De ey Peyğəmbər, ey kafirlər. Yəni bunlara deyəcəkən ki, ey kafirlər, la a'budu ma ta'budun. Mən ibadət etmərəm. İbadət etmərəm. A'budu əbədədən, ibadət etməkdən muzarə fiili olaraq demək olar 13-cü siğədə mütəkəllimi vəhdə və bu lada ki nəfi olaraq mən ibadət etmərəm sizin ibadət etdiklərinizə. O şeyləri ki siz ibadət edirsiniz, mən onlara ibadət etmərəm. La a'budu ma ta'budun və la entum abidune ma a'bud. Siz də ibadət edən deyilsiniz mənim ibadət etdiyimə. Yəni mən də belə düşünürəm, mənim də belə bir təcrübəm var, sizi də ki tanıram. Bilirəm ki, siz mənim yoluma gəlməyəcəksiniz və o şeyləri ki mən ona tapınıram, onları ibadət eləyirəm, siz də onları ibadət etməyəcəksiniz. Və la ana abidun ma abadtum. Mən də ibadət edən deyiləm sizin ibadət etdiklərinizə. Və la ana abidun, mən də ibadət edən deyiləm. Abid də həmən əbədədən ismi fail olaraq, əbədtum da ilə əbədədən mazi feili olaraq 9-cu siğədə gəlib ki, Peyğəmbər buyururlar ki, mən də ibadət edən deyiləm sizin ibadət etdiklərinizə. Və la entum abidun ma a'bud. Bu həməndir ki 3-cü ayədə də gəlmişdi. Siz də ibadət edən deyilsiniz mənim ibadət etdiklərimə. Və 5-ci lekum dinukum veliye din. Sizin dininiz sizə, mənim də dinim də mənə. Yəni hər kəsin özünə dini var, hər kəsin özünə yolu var, hər kəs öz yolunu getməlidir. Sədaqallahul aliyyul azim. Sağ olasınız.